hansı hallarda biz eşidilməmişik, duyulmamışıq. Bu o qədər çox önəmlidir ki, və bir çox hallarda bu, belə deyək də, bastırılmış duyğular, bastırılmış hisslər müəyyən bir yaşdan sonra aqressiyaya, həddən çox duyğuların bir növ bir araya gəlib orada yığılıb qalmasına, boğazda düyünlənməyə, özünü ifadə etməkdə çətinliyə, beləcə də şəxsi münasibətlərimizdə, şəxsi həyatımızda çətinlik çəkməyə, hətta deyərdim, uğursuz olmağımıza gətirib çıxara bilir. Bu birbaşa, yəni demək olar ki, həyatımızın bütün sferalarına təsir göstərir. Şəxsi həyat, iş həyatı olsun, pulla bağlı məsələlər olsun, pulu idarə etmək olsun və yox deyə bilmək o qədər çox önəmlidir ki, nə qədər yox deyə bilirsənsə, nə qədər yəni insanlarla münasibətlərdə seçici və bir növ onlara baryer qoya bilirsənsə, yox deyə bilirsənsə, bir o qədər uğurlu olmaq şansın, yəni bir o qədər həqiqətən də özünü tapmağın, özünü ifadə etməyin, özün kimi olmağın, səmimi olmağın o qədər yəni bir növ daha çox reallaşdıra bilirsən özünü və deyərdim ki, çox önəmlidir.